1918-ci ildə Azərbaycanın xilaskarı olmuş Nuru Paşanın əskərlərindən birinin şəhid olan adsız türk qardaşımızın adından. Qərib düşüb öz yurdumdan, elimdən, həsrət qaldım öz baba torpağıma. Bilirəm ki, atam anam illərlə ümid ilə düşübdü sorağıma. Deyirdim qəribəm, qərib düşmüşəm. Ay ata, günəş tək etmişdim qürub. Göyçay əhli məni o qədər sevdi, mən daha özümü saymıram qərib. Artıq Göyçay mənə doğma vətəndir. Mən də bu şəhərin vətəndaşıyam. Məni əzizləyib uca tuturlar, onların ən əziz can qardaşıyam. Ruhum çox sevinir, rahatlıq tapır. Hər məni ziyarət edən olanda, kövrəlir ruhumun hissləri hərdən, məzarım üstündə gözlər dolanda. Doğma Göyçaylılar cani könüldən ziyarət eyləyir məni hər zaman. Razıyam halımdan, ruhum fərahdır, çünki ruhum üçün oxunur Quran. Məzunlar birliyi məzarım üstə halallıq istəyir məndən, ayana. De şəhid şərbətin içdiyim günü halallıq vermişəm Azərbaycana.